Keçən 2 dərsdə biz ağıllı cədvəl əsasında pivot cədvəlini yaratdıq və onun tənzimləmələrini yerinə yetirdik. Bugünkü dərsdə biz yenə də bu ağıllı cədvəl üzərində pivot cədvəlini yaradacağıq, amma diaqramla bir yerdə. Lakin əvvəlcədən, yəni dərsin əvvəlində biz konstruktor tabından bu 4 əmrə fikir verəcəyik. Yəni maket bölməsində 4 dənə belə əmr var. Birinci əmr pustoy strok, yəni boş sətirlər. Bu əməliyyatı seçəndə stavit pustoy stroku, yəni boş sətri yerləşdir və görürsünüz, boş sətirlər əmələ gəlir. Yığışdırmaq istəyirsiniz, yox edirsiniz. Stavit yerləşdirirsiniz, udalit yox edirsiniz. Nəyə görə bu boş sətirli lazımdır? Belə elə bir ki, boş sətirləri qoyanda oxumaq daha rahat olur, məlumat. Mən biləm, belə əgər bölmələr varsa, yəni boz sətir, ağ sətir, boz sətir, ağ sətir, buna ehtiyac yoxdur. Yəni bu əməliyyat seçəndə çirdi işdə stroki, bunun qabağında quş qoyanda, yəni bu sətirlər belə bölünsün, bu əmrə ehtiyac yoxdur. Sonra hesabatın maketi, maket atçotu. Bizdə standart bu variant işlənilir. Pokazat tabliçli form. Yəni cədvəl şəklində göstərir. Biri var belə, pokazat jativ form. Yəni sıxılmış vəziyyətdə, belə deyək, məlumat göstərilir. Belə variant var, pokazat formu strukturu. Yəni struktur şəklində göstərir. Bütün elementləri təkrarla görürüz. Bir-bir kompüter, Xerox, notebook təkrarlanır. Yığışdırırıq. Və əgər heç nə xoşunuza gəlmirsə, cədvəl formasını qaytarırıq. Sonra burada var общий итог. Ümumi nəticələr. Görürsünüz, bizdə burada ümumi nəticə var. Əgər onu yığışdırmaq istəyirsə, отключить. Görürsünüz, yığışdı. Qaytarmaq istəyirsə, включить. İndi burada fikir veririz, var həm sətir üçün, həm sütun üçün. Bizdə sütun üçün işləyir. Ümumi nəticə. Burada bizdə sətir üçün işlə yoxdur, ona görə bu əməliyyatda bu əməliyyat işləməyəcək. Və axırıncı əməliyyat, bunu biz artıq kontekst menüdən, yəni sağ düyməni basıb bu kontekst menüdən istifadə eləmişik. Buradan da eləmək olar, pромежуточные итоги. Yəni buradan ara nəticələri görmək olar. Və burada yığırıq. Показать все промежуточные итоги заголовки групп. Görürsünüz, aralıq nəticələri, yəni cəmləri göstərir. Burada yığışdıra bilərsiniz. Не показывать. Yəni göstərmir. Belə bir variant da var. Bu yuxarı hissədə göstərir aralıq nəticələri. Bu isə aşağı hissədə. Belə. Yığışdırmaq istəyirsiniz, yenə də basırsınız bu düyməni və yığışdırırsınız. İndi keçək əsas məsələyə. Yəni ağıllı cədvəl üzərində, bu cədvəl üzərində pivot cədvəlini yaradırıq, amma diaqramla bir yerdə. Kursoru yerləşdiririk ağıllı cədvəlin içində, keçirik vstavka insert tabına və buradan svodная tablica, yəni pivot cədvəli yox, svodная diaqramma, yəni pivot diaqrammasını seçirik. Burada iki əmr var. Görürsünüz. Həm pivot cədvəli, həm pivot diaqramı
və pivot diaqramı. İkisi də eyni əmrlərdir. Ya burada Excel proqramını tərtib eləyəndə səhv eləyiblər, ya nəsə bilmirəm nədir, amma ikisi də eyni əmrdir. Gəl baxaq görə. Əvvəlcə pivot diaqramını yaradaq. Yaradırıq. Təzə vərəqdə basırıq OK və fikir veririz. Diaqramda yaranır, cədvəldə yaranır. Adı olur list 1. İndi gəl ikinci əmri seçək. Artıq burada ikinci əmri seçirik. Pivot cədvəli və pivot diaqramımız. Yeni vərəqdə OK list 4. Bizdə burada ikinci, üçüncü vərəqlər var, ona görə 4. Fikir veririz. Eyni şeydir. Sadəcə olaraq burada diaqram biraz aşağı düşür. Bunu qaldırmaq olar belə. Görürsünüz. Eyni əmrlərdir. Gəlin bu vərəqi yox edeyim. Və keçək bu vərəqə. Bunu da istəyirsiniz. Adını dəyişək, eləyək. Deyək ki, pivot və diaqram. Diaqram, belə. Pivot diaqram. Ağlı cədvəl keçirək bura. Qabağa, diaqram. İndi burada necə pivot cədvəlini yaradırılsa, eyni üsulla da burada işləyirik. Deyək ki, malın adını seçirik və deyək ki, məbləği seçək. Pivot cədvəli yaranır və yanında pivot diaqramı yaranır. Pivot diaqramı stilini dəyişə bilərsiniz. Orada cürbəcür stillər var. Elementlərini dəyişə bilərsiniz. Cürbəcür elementlər var. Diaqramları keçəndə bunun hamısını keçmişdi. Ona görə əsaslı bu əməliyyatların üstündə dayanmayacaq. Və burada fikir veririz. Əgər biz burada filtrasiya eləmək istəyiriksə və eləyiriksə, deyək ki, Apple-i saxlayırıq. Yalnız Apple haqqında məlumat olsun. OK düyməsini basırıq. Burada əməliyyat dəyişən kimi burada dəyişir. Görürsünüz, yalnız Apple qalır. Eyni əməliyyatı da diaqramın üstündən eləmək olar. Görürsünüz, burada da filtr əməliyyatı var. Əgər hər şeyi qaytarmaq istəyiriksə dala, yəni buradan da eləmək olar. Belə. İndi yox əmrini seçirəm, yəni ləğv edirəm əmri. Buradan da eləmək olar. Görürsünüz, eyni cədvəl açılır. Seçdiniz. OK. Əgər bu cədvəli, yəni diaqramı cədvəldən ayırmaq istəyirsiniz ki, diaqram burada belə balaca görsənir, düzdür, böyütmək də olar. Amma əgər istəyirsinizsə bütün səhifədə görsənsin diaqram, bu diaqramı başqa vərəqə köçürmək olar. Seçirsiniz diaqramı, sağ düyməni basın üstündən və burada primitiv diaqramı, yəni diaqramı köçür. Sistem soruşur, hara köçürüm? Bu vərəqdə, hansısa başqa yerə, yoxsa ki, ayrıca vərəqdə. Seçirsiniz ayrıca vərəqdə. Vərəqin adı olur diaqramma 1. OK. Və görürsünüz, burada yalnız cədvəl qalır, burada isə yalnız diaqramma qalır. İndi əgər burada müəyyən dəyişiklik eləsək, deyək ki, burada satıcını gətiririk. Görürsünüz, satıcılar əlavə oldu. Burada da diaqramda da satıcılar əlavə olunacaq. Əgər bir satıcını saxlamaq istəyiriksə, deyək ki, Vəliyev, Vəlini, görürsünüz, yalnız Vəliyev belə qalır. Bu boyda bu qədər Apple satılıb, bu qədər HP satıb və başqa texnikanı satıb. Keçsək cədvələ görürsünüz, burada da Vəliyev belə qalır. Yəni başqa satıcılar yoxdur.
Qaytarmaq istəyirsiniz dala. Seçdiniz. Okey. Və burada hər şey dala qayıdır. Keçən dərsdə bunu demişdim, bir də təkrarlayıram. Məsləhət görürəm, pivot cədvəlini alandan sonra klassik variantı, klassik maketi seçəsiniz. Bunu keçən dərs demişdim. Bir də təkrarlayayım. Keçirsiniz analiz tabına. Buradan seçirsiniz parametri. Və buradan vivod bölməsində klassik maket. Belə. Bununla bugünkü dərsimiz yekunlaşır. Diqqətinizə görə minnətdaram. Bugünə bu qədər. Təşəkkürlər.